Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaikil ecmain. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin. Ebil Qasimi Muhammed ve alihi teyyibine tahirin ve lanetullahi ala a'daihim ecmain minel ane ila yevmiddin. Amma ba'd feqalal hakim fi muhkemil kitabihil kerim. Bismillahirrahmanirrahim. İnna enzalnahu fi leyletil kadir. Ve ma adraka ma leyletul kadir. Leyletul kadir hayrun min elfi şehr. Tenazzalul melaiketu ve ruhu fiha bi'izni rabbihim min kulli emr. Selamun hatta matla'il fecr. Usikum ibadallah ve nefsi bi tekvallah ve nezmi emrikum. İnşallah hem özümü hem sizi davet ederim ilahi tekvaya ve nezm nizamımız olsun. Bu günlerin en yaxşısı, ayın en yaxşısı, yani ilin en yaxşı günləridir, ayın en yaxşı günləridir, cümə günüdür, Mah-i Ramazandır. Allahın fəzilət və rəhmət ayıdır. Bugün Allah bu ay qərar verib ki, bizi bağışlamağa, özü də deyir, buyurur ki, Peyğəmbər vasitəsilə ki, bu ay qərar vermişəm sizləri bağışlatdırmaq üçün. Və bu ayın içərisində də ən gözəl gün ki, qabaqdan inşallah Qədir gecəsi gəlir və demək olar ki, Qədir gecəsi Şaban, Rəcəb və orucluq ayı bu gün üçün hazırlıqdır. Yəni bu ki, qabaqda Qədir gecəsi gəlir, Şaban ayının özü, Rəcəb ayının özü, bu Ramazanın özü o bir gün üçün hazırlıqdır. Onun üçün də o gecə çox əhəmiyyətli bir gecədir. İnşallah o gecəni oyaq qalacaq, həm gecənin özünü oyaq saxlamaq lazımdır, həm insanların özümüz oyaq qalmalıyıq, həm gecəni oyaq saxlamalıyıq. Qədir barəsində Allah təbarək və təala xüsusi bir surə göndərib. Mən o surəni yavaş-yavaş sizin üçün təhlil edeyim. Ondan sonra biz bir-birimizi dua eləyək. Bu mənim nəzərim, Allah təbarək və təala buyurur ki, İnna ənzalnahu fi leyletil qədir. Biz Qədir gecəsində bu Qur'anı nazil elədik. Başqa bir ayədə, Bəqərə surəsinin 185-ci ayəsində Allah buyurur ki, Şəhru Ramazan, Ramazan ayı Əlləzi unzilə fihil Qur'an. Bu ay ki, onda Qur'an nazil oldu. Yəni, Bəqərə surəsinin 185-ci ayəsi ilə Qədir surəsinin 1-ci ayəsini yan-yana qoyanda məlum olur ki, dəqiqən 100% Qur'an Qədir gecəsində nazil olub və Ramazan ayında nazil olub. Qur'an ümumi şəkildə Ramazan ayında nazil olub. Amma bu sual ola bilər ki, biz məsələn Behsəti də keçirdirik. Rəcəb ayının 27-si Peyğəmbərin Peyğəmbərliyə çatdığı günü də keçirdirik. Bəs o nədir? Qur'an 2 dəfə nazil olub. Bir dəfə bütöv şəkildə Peyğəmbərin mübarək qəlbinə nazil olub, o Qədir gecəsidir. Sonradan 23 ildə tədricən yavaş-yavaş Peyğəmbərə nazil olub. O ki, Qədir gecəsində nazil olub, Qur'an bütöv şəkildə Həzrət Peyğəmbərin mübarək qəlbinə nazil olub. Və dalınca buyurur ki, və mə adraka mə leylətul qədir. Ya Peyğəmbər, sən nə bilirsən ki, Qədir gecəsi nədir? Müfəssirlər buyururlar ki, bu Qədir gecəsi barəsində olan ayə Peyğəmbərə nazil olunca Peyğəmbər özü də bu gecənin əzəmətini bilmirdi. Bilirdi böyük bir dənə gecədir. Amma bunun əhatəli şəkildə əzəmətini bilmirdi. O da Allah təbarək və təala Peyğəmbərə deyir ki, biz Qur'anı Qədir gecəsində nazil elədik. Sən nə bilirsən ya Peyğəmbər Qədir gecəsinin əzəməti nədir? Sonra başlayır izahat verməyə. Leylətul Qədri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan üstündür. 1000 aydan üstündür. Özü sizə bir sözlər deyim, mənim məzlərim. Baxın, Həzrət Peyğəmbər öz ümməti üçün danışırdı. Moizə eləyirdi. 2 qol var. Bir qol budur ki, Peyğəmbər öz ümmətinə dedi, əshaba yanındakilərinə, dedi, Bəni İsrail tayfasından 4 nəfər 80 il Allahı günahsız ibadət elədi. Yəni, 80 il bunlar ibadət elədi Allaha. 80 ildə bir dəfə bunlardan günah baş vermədi. Ümmət narahat oldu. Peyğəmbər dedilər ki, ya Rasulallah, bu savabı biz necə əxiz eləyə bilərik? Bizim 80 il ömrümüz olmur. Amma bunlar 80 il Allahı günahsız ibadət eləyiblər, Cənab-ı Cəbrayil nazil oldu, bu surəni gətirdi. Buyurdu, bir gecə sənin ümmətin, yəni bizim Peyğəmbərin ümmətinin bir gecə oyaq qalmağı 80 il qəbul olunmuş ibadətdən də üstündür. Çünki 1000 ay 80 ildən yuxarıdır. 1000 ay yuxarıdır. Özü demədi ya 1000 aya bərabərdir. Görün cümləni Allah nətər deyir bizim üçün.
Leylatul Kadri hayrun min alfi şehr. Kadir gecesi 1000 aydan üstündür. Da beraber eləmədi. Demədi bir Kadir gecesini oturarsınız. Bu Kadir gecesi elə 1000 aya beraberdir. 83 ilə yaxın təqribən. Allah dedi yox. O 83 ilin yaxud 1000 ayın özündən də üstündür. Sizin o bir gecə oyaq qalmağınız. Bu təbirdə biz sonsuz bir dənə bizi qiyamət gözləyir. Sonsuz bir dənə bizi cənnət gözləyir. O sonsuz cənnəti əldə eləmək üçün gərək elə Allah təbarək və təala bizim o əməllərimizə o qədər qiymət verək ki, biz o sonsuz ahirətdə, sonsuz cənnətdə əməllərimizin bəhrəsi yiyə bilək. Çünki orada qazanc yoxdur. Nə qazansaq burada qazanmalıyıq. Bu 70-80 il ki bizim ömrümüz var. Qazancımız burada olacaq da biz cənnətdə qazanamayacağıq ki. Burada qazanıb orada yeməliyik. Odur ki Allah təbarək və təala bu gecəni bizim üçün və yaxud orucluğun özü bizim üçün çox qədirli və qiymətli qərar verib. Onun dalınca buyurur, Tənəzzəlül mələikətu və ruh fiha biizni Rabbihim min kulli əmr. Bu gecə həm mələklər nazil olar, həm ruh nazil olar. Allah'ın əmriyle bütün əmrin ta sizin bütün işlərinizi sizin üçün təqdir eləsin. Yəni mənim nazarım maraqlı cəhətlərdən biri budur ki, Tənəzzəl-i ərəb dilinin qrammatikasında gələcək və zaman feildir. Gələcək zaman feildə ərəb dilində davamiyyətə dəlalət edir. Yəni həmin gecə bir dənə peyğəmbərin dövründə dövrdür. Bundan sonra qiyamətə qədər həmin dövrdə də var. Həmin dövrdə var. İndi maraqlı buradadır. İmam Rıza Salamullahi aleyh öz əshabına dedi ki, bizim müxaliflərimizlə mübahisə edəndə bu surəni, yəni Qədir surəsindən onlara dəlil gətirir. Soruşdular ki, ağa, Qədir gecəsindən nə dəlil gətirək olar üçün? Burada nə dəlil gətirək ki, Əhl-i Beytin, Şiyyənin doğruluğuna? Dedi, bu ki, Allah təbarək və təala burada deyir ki, mələklər bu gecə nazil olar. Soruşun görün, kimə mələk nazil olur? Kim hiss eləyir? İmam burada həmin gecə mələklər bizə nazil olur. Bizə nazil olan zaman da diridir, mələklər onlara nazil olur. Ona görə buyurdu, bu sizin üçün bir höccətdir ki, başqaları ilə mübahisə edəndə deyin ki, Allah deyir ki, bu mələklər nazil olur, kimə nazil olur? İmamlara nazil olur. Bəli, böyük alimlərdən də hiss eləyən olur. Bizim ustadımız Allah'ı hoşad eləsin deyərdi ki, böyük cürəfalardan biri Həzrət Aleyhisselamın qəbrinin yanında namaz qılırdı. Namaz qılırdı, sübh namazı yaxın tələbələrdən biri çölə çıxmaq istəmədi, gəldi, bu ağadan soruşdu ki, azanın vaxtıdır ya yox. Gəldi dedi ki, ağa, azanın vaxtıdır, bu da belə baxdı bu tələbə, girmə görmürsən, gecənin mələkləri gedir, sübh mələkləri gəlir. Bu tələbə barmağını düşədi, dedi, elə bildi, hamı mələkçi görür. Bu barmağını düşədi ki, gördü ki, bu mələkləri görür. Yəni bizdən hədis var, özdən mötəbər hədislərdəndir. Mötəbər hədislərdəndir. Deyir ki, hər kəs 40 gün əməlin Allaha görə düzətsə, ixlaslı olsa, ən az oturub durduğu məxluq mələk olacaq. Yəni bunun həm söhbəti mələklər olacaq. 40 gün amma əməllərin nədir Allaha görə düzətsin. Amma ümumi şəkildə Allah təbarək və təala buyurur ki, Tənəzzəlül mələikətu və ruh. Həm mələklər nazil olar, həm ruh nazil olar. Amma ruhdan məqsəd nədir? Bəzi ulama deyir ki, ruhdan məqsəd Cənab-ı Cəbrəldir. Bəzi ulama deyirlər ki, ruhdan məqsəd olan mələklərdir. Amma İmam Cəfər Sadiqdən rivayət var, buyurdu ki, sual elədi biri ondan ki, ruh nədir? Dedi, ruh mələklərin hamısından üstün bir varlıqdır və bunu dəlil gətirdi. Dedi, və görmüsən Allah deyir, mələklər və ruh nazil olar. Cənab-ı Cəbrəl də mələklərin içindədir. Çünki Allah dedi ki, mələklər nazil olur, Cənab-ı Cəbrəil də oradadır, o birisi mələklər də oradadır. Ruhu Allah təbarək və təala burada tək dedi, ta nə üçün? Burada əzəmətin, bu gecənin bir daha əzəmətin bizim üçün bilindirsin. İndi biz sadə bir şəkildə bir balaca fikirləşib, bu gecə mələklər nazil olur. Qədir gecəsi inşallah. Quran da nazil olur. Allahın rəhməti də nazil olur. Ondan sonra bir ilin təqdiratı ümumi şəkildə biraz elə söyləyək, həmişəlik ömrümüzün təqdiratı burada yazılır. Bu bir gecədə yazılır. Nə qədər əzəmətli bir gecədir. Mələk gəlir, ruh gəlir, ondan sonra Quran gəlir. Özdə Quranın nüzulu bilirsiniz nətərdir? Bir yağış damcıları gəlir. Məsələn, belə bir sadə şəkildə izah edeyim. Oturmuş evin üstündən, oradan bir sual götdük, atdıq yerə.
Bu gəlmək deməkdir də, bu da nazil oldu, yağış dənəsi. Damcı damcı qırılır, düşür. Amma bir də var ya, sualı bağlayırıq bir dənə ipə. Sallayırıq, biri aşağıdan o ipi açır. Amma ipin biri də kimin əlindədir? O yuxarıda oturanın əlində. Quran bu cürdür, Quranın nüzulu bu cürdür. Quran yağış kimi atılmayıb. Bizim qəlbimizə Quran nazil olub, ipin bir ucu Allahın əlindədir, bir ucu da bizim əlimizdə. Yəni biz əlimizə Quran götürəndə gərək diqqətimiz burada olsun ki, yuxarıda da Allahın əlindədir bu. Onun üçün də Quran buyurur da nədir? Məhtəsir bihablillah, Allahın ipindən yapışır. Demək istəyir ki, yəni Quran heç vaxt məsələn Allahdan bir dəfə nazil olub, daha qutardı çıxdı getdi, belə deyil. Daimən ifazə olunur və daimən də nədir? Quranın nüzulu var. Onun üçün bu Qədir gecəsi Quran bizim də qəlbimizə nazil olur. Sadəcə biz özümüzü, nətər deyim sizə, o həddə gəlmişik ki, özümüzü biraz sıxmışıq. Günah bizi sıxın, onu başa düşür. Mən Ayətullah Cavadamlı yaşayır, çox böyük alimlərdən biridir. Mən ondan bir təfsir, Quran təfsirinə qulaq asıram, televizorda hər gün verirlər onu. Məsələn, bir dənə türk şürfədisi bir sözə rast gəldim. O danışırdı, Ələstü bir Rəbbikum. Quran ayəsində Allah təbarək və təala deyir ki, ümumi bəşərə, deyir, mən sizin Allah'ı deyirəm və Allah bizim dəvəmizə cavab verir, bəla. Bəli, mən sizin, yəni demək istəyir ki, Allah, insanlar cavab verirlər ki, bəli. Bunu cür-məcür izah eləyirlər ki, əslində Allah bu istedadı bizə verib ki, hasan bizdən soruşsalar, sarı xalqın kimdir deyəcək Allah. Amma o gördü, qaydı nə dedi? Dedi, mənim bildiyimə görə, qumun ətrafında indi elə adamlar yaşayır ki, hələ indi də o sözü eşidirlər ki, Allahdan o söz gəlir ki, Ələstü bir Rəbbikum. İndi eşidirlər. Bizim ümumi şəkildə qulağımızın bağlı olmaqlığının səbəbi günahlar. Günahlar bizim qulağımızı, gözümüzü tutub. Nə həqiqəti eşidə bilirik, nə həqiqəti görə bilirik. Əgər günahdan uzaq olsuq, bu səsləri eşidərik, bu səsləri görərik. Onun ki, buyurur, tənəzzəli məlakəti var ruhu fiyha biizni Rabbihim min kulli əmr. Başqa bir surədə Allah təbarək və təala bu cür deyir ki, bu cür buyurur ki, İnna ənzəlnahu fī leylətin mübarəkə. Duxan surəsində biz Qur'anı mübarək bir gecədə nazil edik. İnna kunna munzirinə fīhā yəfviqu kulli əmrin həkim. Onda bütün insanların, bütün işləri orada təqdir tapır. Yəni qabaqdakı gələn əhya günlərində bütün işlərimiz, ruzumuz, xoşbəxtliyimiz, səadətimiz, dünya və axirət əmin-amanlığımız hamısı o gecə bizim üçün təqdir olur. O qədər, bu qədər gözəl bir gecədir. Sonra Talıca buyurur ki, salamun hətta mətləil fəcr. Salam olsun həmin gecə ta fəcrin işıqlananına qədər. Baxın mənim əzizlərim, burada da 2 dənə gözəl hədis gəlib. İbrahim Peyğəmbərin övladı olmurdu. 80 yaşında vardı, Allah ona övlad verdi. Allah cəmi övlad istəyənlərə tezliklə sevindirsin, övlad versin. 80 ildən sonra bu mələklər İbrahimə gəldilər bu övladın muşluğunu verməyə. İçəri girəndə bu mələklər İbrahim Peyğəmbərə dedilər ki, salamun aleyküm. Sonra bu muşluğu verdilər. İbrahim Peyğəmbər mələklər gedəndən sonra bilirsiniz nə dedi? Dedi, and olsun Allaha. Mələklərin mənə verdiyi salamın şirinliyi mənə uşaq muşluğun şirinliyindən qat-qat üstünə idi. O qədər ləzzət aldı. Sonra başqa bir vaxtı İbrahim Peyğəmbər otda idi. Mələklər gəldi İbrahim Peyğəmbərə salam verdi. Həmin salamın dəyərindən Allah təbarək və təala o otu söndürdü. İndi siz diqqət edin, Allah İbrahim Peyğəmbərin özünə salam göndərdi və həmin salamla o otu söndürdü. Burası yadınızda. İndi mən sizə nə oxuyuram? Allah bizə deyir ki, salam olsun sizə. Gör Allah Muhammed Peyğəmbərin ümmətinə bizə nə qədər dəyər verir ki, o qədər dəyər verir ki, İbrahim ki, Şeyxül Ənbiyadır, bütün Peyğəmbərlərin demək olar ki, atasıdır. O İbrahimin özünə Allah salam verir. Amma bizə o qədər dəyər verir ki, Həzrət Muhammed sallallahu aleyhi və səlləmin ümmətinə salam verir. Odur ki,
əhya gecənin əzəməti oradadır ki, oradan mələklərin salamı cəhənnəmimizin üzümüzə bağlayır. Və bütün xeyrin, muştuluğun bizim üstümüzə açır. Və Allah təbarək və teala o da Qədr surəsini bu cür buyurur. Salamun iyi həttəmətlə əl-fəcr. Salam olsun əhya gecəsi oyaq qalanlara. Ya salam olsun o gecə ta sübh namazına qədər oyaq qalanlara. Odur ki, çox dəyərli bir gecə bizi gözləyir. O gecəyə özü hazırdır. O gecə mühüm məsələ şeylər var o gecələrdə. O özündə deyərik. Məsələn, qusulu var, verərsiniz. Ondan sonra çox gözəl olar ki, o gecə məscidə gəlincə sədəqə verəsiniz, ehsan eləyəsiniz, kimə kömək eləyəsiniz. Ondan sonra əgər insanlarla bir-birinizdə arada soğuqluq varsa barışasınız və həmin gecəyə gələsiniz ki, həmin gecənin feyzini əxs eləyəsiniz. Allah'ın belə şəhidlərimizi qəriq rəhmət eləsin. Sizi və bizi axir aqibətimizi bexeyr eləsin. Bu məsciddən xaric olmamış bütün günahlarımızı bağışlasın. Allah cəmi evlad istəyənlərə evlad əta eləsin. Allah cavanlarımızın iqtisadi, evlənmək, bütün müşkillərini həll eləsin. Allah'ın belə əzəmətinə bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Qadallal hakim fi muhkemil kitabihil kerim vel asr innel insane lefî husr. Usikum ibadallah və nəfsi bi təqvallah və nəzm əmrkum. İnşallah həm özümü, həm sizi dəvət edirəm ilahi təqvaya və işlərinizdən nizamınız olsun. Həzrət Peyğəmbərin Ramazanın axırı, Şaban ayının axırıncı cüməsində, axır günlərində oxuduğu xütbədən elə hər gün bir-iki cümləsini sizin üçün izah edirəm. Bu gündə ənənəvi olaraq o xütbənin burasından ki, sizin üçün inşallah izah edəcəm. Bu işi fəsəlullaha rabbakum bi niyyatin sadiqə. Allahdan sadiq niyyətlə bu ayda tələb edin. Və qulubun tahirə və pak qəlblərlə ən yuvaffikakum lissiyami. Bu ki, sizə Allah tövfiq versin, bu ayın orucunu tutasınız. Və tilavəti kitabı və Qur'anı oxuyasınız. Fəinnə şəqiyyə mən huriməğufranallah. Ən pis adam o adamdır ki, bu ayda özün bağışlatdıra bilməyə. Fi hazə şəhril əzim, bu əzəmətli ayda. Vəskuru bi cuhikum və ətşukum fihi cuhə yevmi qiyamə. Aclığınızla, susuzluğuyla qiyamətin aclığı, susuzluğunu yadınıza salın. Və təsaddaqu əla fuqaraakum. Kasıblarınıza ehtiyacı olan insanlara sədəqə verin, kömək eləyin. Və vəqqiru kibarakum. Böyüklərinizi əzəmətlə yad eləyin. Yəni, böyükləriniz, ağsaqqallarınız yanınıza gələndə ayağa durun, ehtiram eləyin, yer verin. Böyüklərinizin hörmətini həmişə saxlayın. Vərhəmu siğarakum. Kiçiklərinizə də rəhm eləyin. Mən tərcümə edəcəm, ama 2 dənə maraqlı dastan danışacağım sizin. Rəzəbəli Xəyyat, Allah rəhmət eləsin, böyük ariflərdən biridir. Bir nəfər nəql eləyirdir, bir gün mən yoldaşımın başı ağrıydı. Ne eləyirdi? Yoldaşımın başı ağrısı dayanmırdı. Deyir, mən xanımımla edirəm xəstəxanaya. Yolda gördüm Rəzəbəli Xəyyat da durub yolun qırağında. Xəyyat da yəni dərzi, bu kişi dərzidir, iş yerinə gedir. Deyir, maşını saxladım, xanımıma dedim ki, otur arxada, qoy bu Arifi götürüm. Otuzdurdum bunu maşınımda. Biraz gedəndən sonra dedim ki, ağa inciməsin, xanımı yol üstüdür, xəstəxanada qoyum, sən aparım. Dedim, nə olub xanımıma? Dedi, belə xanımın başı ağrı, deyir, xanımın xəstə deyil ki, Rəzəbəli Xəyyat böyük Arif olub, o qədər gözəl dastanlar var, qeybi bilib. Döndü, deyir, elə belənçi üzün tutdu xanımıma, qız dedi ki, qızım, adam öz uşağını elə vurmaz ki, sən uşağı elə vurubsan, hələ bu gündə uşaq içində ağlayır. Get bazara, biraz oyuncaqdan, yeməli şeylərdən apar ver, baş ağrını ondan da gedəcək. Deyir, bunu apardım, qayıtdım evdə, uşağı qucaqladı xanımın, biraz onu oyuncaq verdi, ondan o xəstəlik ondan getdi. Yəni, biz hətta evdə uşaqlarımızı birdən çox bərk döyək. O uşaq 2 gün, 3 gün içərisində ağlayır, bunun babalı bizi tutar. O da Peyğəmbər nə buyurdu? Orucluq üçün deyir, ha? Buyurdu ki, və vəqqiru kibarakum, böyüklərinizi vüqarla, əzəmətlə xatırlayın, əzəmətlə qarşılayın. Vəlhəmu siğarakum, kiçiklərinizə də rəhm eləyin. Və sili ərhamakum, qohmaq əbəndə yoxlayın. Vəhfazu əlsinətəkum, dilizi gözləyin. Orucluqda dilizi gözləyin. Çünki Peyğəmbərdən rivayətdir. O vaxta qədər ki, oruçsuz ta qeybət eləməyib. Sizin dili nədən gözləyir? Bir qeybət. 2, kimisə sancaq.
Bu kim məlum deyil. Ola bilər evdə laf xanımımızı, uşağımızı. Məsələn, kiçik bir şey istəyək, acıqla istəyək, sandal. Özümüz də bilmədən nədir? Günah eləyirik. Peyğəmbər bunu deyir gözdə. Kimisə sancmaqdan, kimisə əziyyət eləməkdən, Allah eləməsin söyməkdən, Allah eləməsin dili gözdə kiməsə məsxərə eləməkdən. Məsələn, ola bilər bu dillə kimisə lağ eləyəsən. Bunlar bir günahlardır ki, Peyğəmbər buyurdu, dilizi gözləyir. Və ğızzu amma la yəhullun nəzəru iləyhi əbsarakum. Və gözlərinizi o yeri ki, ora baxmaq düzdür, haramdır örtün. Bir də burada sizin üçün dastan deyim, moral dastanlardan biri. Geri də bizim Şiə aləmində məruf ariflərdən biri Ayətullah Oxudaçıdır. Bu məşhurdur da day. Oxudaç Məşədin yanında bir də kəndin adıdır. Bir kəndin adı Məşədə birləşibində o kənd. Oxudakdır. Deyir, bunun oğlu nəqlidir. Bir gün atam mənə dedi ki, qonşu kətdən mənim bir əmanətim var. Dedi, o filan kəsi evini onu götür get. Deyir, mən getdim qaydanda, gördüm bir dənə teleşka gəlir, hələ maşın çıxıyor, teleşka yəni o şeyə deyirlər də, fayton. Bir dənə fayton gəlir, deyir, başımı qaldırdım, dedim, faytonda bir dənə maşaçı xanım oturub. Bir xanım oturub, başı zadası, tez başımı gittim aşağı. Bu fayton gəldi, çeşdi, mən davam elədim yoluma. Gəldim evə, əmanəti verdim, atam qayıtdı, mən dedi ki, oğlum, gözündən müğayət ol günə. Dedim, mən bilirdim, orada baxan kimi gözümü çəkmişdim, haram eləməmişdim. Bilirdim de atam deyimi bilir. Ona göre başım kaldım, ata, sen bilirsen ki ben oraya bakmadım. Gören kim başımı saldım aşağı, davamlı bakmadım günah olsun. Deyir, mənə baxdı, güldü, dedi, oğlum, sən yolla gedəndə onun bunun maşınına, onun bunun evinə niyə baxırsan ki, gözündən naməhrəmə satarsın? Mən sana deyirəm, gözündən müvazib ol günən. Yəni, əgər sənə lazım deyilsə, yolla gedəndə sağa bax, sola bax, yuxarı bax, sən elə yoluna baxsın, nə gözünə xanım döşəsə, nə naməhrəm. Mən bunu sənə deyirəm, gözündən naməhrəmə müğayət ol günən. Görün, Peyğəmbər də nə deyir bu rüzqda? Deyir, mən hüzzəmmə Allah yaxıllın nəzəri iləyhi əbsarəhum. Əbsarakum, gözləriniz lazım olmayan yerlərə baxmayın. Harama 200% inşallah biz baxmalıyıq. Və amma Allah yəhullul istima iləyhi əsma'ahum. Qulaqlarınız eşitləsi lazım olmayan şeyləri eşitməsin. Məsələn, haram musiki. Ola bilər, məsələn, haram musiki. Ya 2 nəfər danışır, mən qulaq verirəm, görüm bu nə danışır. Ya Allah eləməsin, qolçuda məsələn, kişi uşağı ilə deyinir, mən də çəfərdən qulağımı söykəmişəm, görüm nə deyir. Haram qulaq asmaqdır da. Ya Allah eləməsin, biri qeybət verir, mən də qulağımı verəcəm, məsələn, nədir, onun qeybətinə qosun. Yəni, Peyğəmbər buyurdu, ümumən həmişə, ha, amma bu orucda xüsusi tapşırdı ki, qulaqlarınızı lazım olmayan şeylərdən yığışdırın. Və təhəmmənu alə əytamin nas, cəmaatın yetimlərini ehtiram edin, yutəhəmmənu alə əytamikum, ta sizin də yetimləriniz ehtiram olunsun. Və tubu iləlləhi min zunubikum. Və öz günahlarınızdan bu ay Allaha tövbə edin. Varfa'u ilahi aydiyakum. Əllərinizi Allaha qaldırın. Böyük ariflərdən biri deyir, xoşuma gəlir. 2 nəzərin 2 də qəşəydir. Bəlkə də sizə bir dəfə də demişəm. Deyir ki, məsələn, biz əllərimizi göyə niyə qaldırırıq? Ki, Allah ucadır, əzəmətlidir. Amma bir dənə böyük ariflərdən birini eşitdim. Dedi, yox, biz əllərimizi belə bilirsiniz, niyə eləyirsiniz? Dedi, birdən o yolda dilənçilər səndən pul istədə belə bilirik, ver. Sən üzü yanıqda da bililir, ver. Deyir, əlimizi Allaha qaldırırıq, deyir ki, ver, güclə də olsa səndən alacaq. Yəni, belə öz acizliyimizi Allaha bildirib əlimizi qaldırırıq ki, ilahi, əllərimizi qaldırmışıq nədir? Bizi boş qaytarma günə. Və hey də təkid edirik ki, səndən almamış hacətimi geri qayıtmayacam. Hacətimi səndən alacam. O da buyurur ki, hətta məsələn, böyük alimlərdən mən eşitmişəm, Allah rəhmət eləsin, Əhməd Miyanəzorun ruhuna bir dənə salavat deyək. O deyərdi, əgər deyərdi, belə eləyin, dua eləyin, gördünüz, dua qəbul olmasın, əlinizi belə eləyin. Deyir, belə laf Allahın qabağında zəlaləti bilindirməkdir. Sonra üzülsəm, deyəcək də üzümü də vurdum yeri, Allah mənə nədir? Dərgahından qaytarma günə. Amma orucluqda da hansı cür Allah'a geçsək, hansı cür Allahın qapısına geçsək yeri var. O da buyurdu ki, varfa'u iləyhi əydiyakum bid dua. Əlinizi Allah'a qaldırın duaya, fi ovqatı salatukum. Xüsusən də namaz vaxtlarında. Mümkün hər vaxt dua eləmək orucluqda gözəldir, namaz vaxtlarında daha gözəldir. Çünki duanın neçə cür qəbul olunma vaxtı var, bir də namaz olur. Fəinnəhu əfsalus saat. Çünki ən yaxşı saat namaz vaxtıdır.
Sonra buyurdu yanzurullah fi haddir rahmeti ila ibadet. Tüm namaz vakti Allah rəhmət sifəti ilə öz bəndələrinə baxar. Yuhbiruhum izâ nâcavhu. O vaxt Allah sizi sever, siz onunla çıldaşsınız. Ve yulabbihim izâ nâdahu. Cavab verər sizə onu zaman ki çağırsınız. Ve yestecibu lahum izâ dəvətu. Ve qəbul eləyəcək ona elədiyiniz duaları. Allah'ın verib bu oruçluqda bütün ibadət və itaatlərimizi qəbul eləsin. Orucumuzu oruç tutanların asıl sevdiği insanların orucundan karar versin. Allah'ın bir əzəmətinə, Kur'an-ı Kerim'de Allah təriflədiyib, sevdiği insanlara verdiği bütün nimetleri bize de versin.